Herkese salam. Bu videoda sizinle ağızda əriyan tam ölçülü qozlu kətəni necə hazırladım, onun reseptini bölüşəcəm. 4 stəkan ələmiş unun üzərinə 200 qram rəndələnmiş çörək yağını əlavə edib umaç halına gətiririk. Üzərinə 1 stəkan qatıq, 2 xörək qaşığı şəkər tozu, 1 ədəd yumurta, 1 paket vanil və qabartma əlavə edib xəmir yoğururuq. Bu formada yumuşaq xəmir alınmalıdır. Xəmirimizi 2 hissəyə ayırıb bu formada salafanlara qoyub buzluqda 20 dəqiqə gözlədirik. 250 qram qoz ləpəsini qovurub doğrayıcıdan keçirdirəm. Üzərinə 1 stəkan şəkər tozu, 1 paket vanil və 1 yumurtanın ağını əlavə edib qarışdırıram. Sarısını isə üzəri üçün saxlayıram. Xəmirimi 20 dəqiqə buzluqda gözlətdikdən sonra bu formada açıb üzərinə biraz çörək yağı çəkirəm və içlikdən əlavə edib hər tərəfinə yayıram. Rulet formasında büküb formalı bıçaqla doğrayıram. Daha sonra öncədən qızdırılmış sobada üzəri və alt hissəsi qızarana qədər bişirirəm. Hazırlayan hər kəsə nuş olsun. Yeni reseptlər üçün izləmədə qalın. Hələlik!